Kök hüceyrə proseduru ümumiyyətlə nə olan bir şeydir? Qısaca deyim haqqında. Kök hüceyrə bugün bizim tibbimizdə problemli orqanın sağalmasını, yenilənməsinə yönəlmiş bir müalicə üsuludur. Bu, yəni kök hüceyrə yeridildiyi nahiyədə zədələnmiş toxumanı yeniləyir. Yəni bizim əsas istiqamətimiz bu günləri oynaqlardan söhbət gedirsə, daha çox təyinat oynaq daxili yeridilməsidir kök hüceyrənin. Əvvəllər ümumiyyətlə belə götürək, hər birimizin orqanizmində kök hüceyrə var. Hər orqanın özünün kök hüceyrəsi var. Zaten orqanların problemləri olduğu halda, zədələnmə olduğu halda öz-özünün yenilənməsi bu kök hüceyrələr sayəsində olur. Yaşlandıqca kök hüceyrələrin sayı bədənimizdə azalır. Yenilənmə prosesi əvvəlki kimi, gənc vaxtdan da olduğu kimi getmədiyi üçün biz yaşlanırıq. Yəni dəridə qırışlar, orqanların yaşlanması məhz bu kök hüceyrələrin sayının azalmasına bağlı olur. Bədənimizin yeganə bir hissəsi oynaqlardır ki, bu oynaqların özünün kök hüceyrəsi yoxdur və kök hüceyrənin ora yönlənməsi üçün bir yol da yoxdur. Niyə? Çünki kök hüceyrəsi zədələnmiş orqana ancaq qan damarları vasitəsilə gəlir, amma oynaqlarımıza qan dövranı yoxdur. Sadəcə sinovial mayedən, oynaq mayesindən qidalanır. Kök hüceyrə gəlmədiyi üçün oynaqda kiçik bir zədələnmə, artıq çəkidən, zədələnmədən, travmadan, revmatizmadan fərq etməz. Bu oynaqda zədələnmə başladısa, sona qədər pisləşə gedir, ən sona olmur sağalma, bəli. Ta ki, ora müdaxilə etməyənə qədər.